Elə Tehran qısa kirayəsi kanalımıza abunə olmağı unutmayın. Əziz izləyicilərimiz, Masazlıda mərkəzi yola yaxında belə bir gördüyünüz kimi gözəl bir evimiz var. Köhnə evlərdən də əziyim, 20 ilin evidir. Avtomat qapılardır, qoyduğum sizə. Bax, belə bir maşıncılan həyətimiz var. Gördüyünüz kimi həyətimizdə qəşəng yüngülvari oturmaq üçün stolumuz. Bir də bu evimizin böyrü görürsünüz. Aralıdır, əzizlər, pəncərələrimiz, su çənimizə kimi, kombi aparatımızda kimi hamısı var. Yəni, ev yiyəsi avadanlıqlarını bura yığır. Evimizdə gördüyünüz kimi belə bir xudmani bir həyəti var. Qəşəng oturmağa stolu həyətdə. Kürsülüdür, bax görürsünüz evimiz kürsülüdür. Evimizin kondisioneri, kamera sisteminə kimi var. Bax, görürsünüz kamera sisteminə kimi var. Kondisionerinə kimi var. İnşallah evimizin içinə sizi tanış edirəm, əziz izləyicilərimiz. Tehran qısa və kirayəsi kanalımıza abunə olun. Əziz izləyicilər, sonunda evimizin qiymətini də deyəcəm və bəzi məlumatları da sizə verəcəm inşallah. Gördüyünüz kimi, bax, evimiz belə bir səliqəli bir evdir. Köhnə evlərdəndir, kombi sistemlidir, radiatorlara kimi. Mən birinci mətbəximizi göstərirəm sizə. Belə bir xudmani bir mətbəximiz var, əziz izləyicilərimiz. Və hal-hazırda bu mətbəximiz qalacaq. Bir də kombi sistemi qalacaq. Qoyduğum bəri başdan biləcək. Mətbəxdən və kombi sistemi qalacaq. Belə bir samuzelimiz var. Samuzelin içində gördüyünüz kimi pitmürkası da var, əlavə. Hamam da isti poldur gördüyünüz kimi, əziz izləyicilərimiz. Və bir yataq otağımız buradadır, göstərirəm sizə. Belə bir yataq otağımız var. Belə bir. Sonda inşallah evin qiymətində deyəcəm. Bu da ikinci bir yataq otağıdır, əziz izləyicilərimiz. Belə bir yataq otağımız var. Sonda bax gördüyünüz bu əşyalar ki var. Bunu yəni razılaşma yolu ilə. Əgər razılaşa bilərsinizsə qalar, razılaşa bilməzsinizsə qalmayacaq. Bu da qonaq otağıdır gördüyünüz kimi əzizlərdə. Belə bir qonaq otağıdır. Səliqəli bir qonaq otağımız var. Evimiz belə bir vəziyyətdə, əziz izləyicilərimiz, 65.000 manata satışa çıxarılıb. 65.000 manata. Hər kim alsa Allah xeyrin versin. Yerdə qalan əşyalar ki var, evdə olan əşyalar, razılaşma yolu ilə. Ancaq kombi ilə mətbəx mebeli qalacaq. Bu ikisindən başqa yerdə qalan əşyaları razılaşma yolu ilə saxlaya bilərsiniz. Hər kim alsa Allah xeyrin versin.